Bugün dondurmalı tort hazırlayıram. Uşaqlar şirniyyat istəmişdi. Ancaq üçünün də istəkləri fərqli idi. Biri tort istəyirdi, biri dondurma istəyirdi, biri də meyvəli bir şey istəyirdi. Mən də fikirləşdim ki, belə bir şey hazırlayım, belə bir tort hazırlayım ki, üçünün də istəklərinə uyğun olsun. Konkret bir resepti yoxdur, ona görə də resept verə bilmirəm. Yəni, ağlıma gələn kimi hazırlamışam. Fikirləşdim ki, üçünün də, ən azından üçünün də istəyinə uyğun olacaq. Ancaq mən dondurmanı belə bir hazırladım. İndi siz öz istəyinizə uyğun da hazırlaya bilərsiniz. Mən krem pendirli hazırladım. Yəni, istəyən istədiyi kimi hazırlaya bilər. Yəni, bir sözlə öz istəklərinizə uyğun bir tort. Başladım hazırlamağa. Belə bir tort ortaya çıxdı. Məncə, görüntüsü qəşəngdir. Bəlkə də görüntü çox gözəldir, həddindən artıq. Ancaq biz dadına baxdıq, uşaqlar çox bəyəndi. Demək olar ki, üçün də istəklərinə uyğun oldu. Dondurma, muz, belə bir tort dadında belə bir şey oldu. Həqiqətən də biz çox bəyəndik. Əsas da sizin də fikirlərinizi gözləyirəm. Yəni, fikirlərinizi yaza bilərsiniz, bəyəndinizmi?